Duzdaq oteldə keçirilən konsertdən əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev tədbirin milli musiqimizin təbliği və mədəni irsimizin yaşadılması baxımından əhəmiyyətini vurğulayıb. Sonra qonaqların səbirsizliklə gözlədiyi musiqi proqramı başlayıb. İlk olaraq Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Zülfüqar Mahmudov, onun ardınca isə Naxçıvan Dövlət Universitetinin əməkdaşı Samir İsmailov ifaları ilə qonaqlara xoş anlar yaşadıblar. Ardınca gecənin əsas qonağı olan Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov bir-birinə maraqlı ifaları ilə gecəyə unudulmaz ab-hava bəxş edib. İfa olunan muğam və xalq musiqisi nümunələri konsert iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Qonaqlara yadda qalan anlar yaşadıb. Deyərdim ki, gözəl bir gecə oldu. Fikirləşirəm ki, yaxşı bir gecə oldu. Mən özüm çox belə razı qaldım. Həm tamaşaçılar razı qaldı. Mənim Naxçıvana hər gəlişim mənim üçün bir bayramdır. Çünki yenə deyirəm, Naxçıvan mənim üçün çox əzizdir. Hər dəfə sevə-sevə gəlirəm burada, o insanların istəyi mən geri çevirə bilməzdim. Və mən inanıram ki, biz tezliklə yenidən böyük bir salonda yenidən inşallah konsertimizi verəcəyik. Mən artıq 7-8 ildir Naxçıvana gəlirəm. Bu diyarı öz vətənim kimi sevirəm. Mən bu diyarın hər şeyi ilə maraqlanıram. Gözəl istirahət, mənalı istirahət keçirdik. Hər şey gözəldir, superdir. Yəni nətər deyim sənə? Yəni həqiqətən də mən Naxçıvana birinci dəfədir gəlirəm. Yəni buranı belə gördüm, lap sevindim. Tərlan İbrahimova, Emin Babayev, NTV Xəbər.